İşğaldan azad olunmuş ərazilərdə özünə məşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb. Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə öz təsərrüfatlarını qurub. Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib. Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məlumatları istehsalı, kiçik dərzi sexi, qadın gözəlliyi salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Proqram iştirakçıları özünə məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.